İran ərazisindən buraxılan pilotsuz uçuş aparatlarının Naxçıvan ərazisindəki obyektlərə hücumu Dünya Birliyi tərəfindən narahatlıqla qarşılanıb və pislənilib. Belə ki, Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramova zəng edərək məlum hadisəyə qəti etirazını bildirib. Bu kimi hücumların qəbul edilməz olduğu diqqətə çatdırılıb. Qardaş ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında isə bildirilib ki, Türkiyə bundan sonra da həmişəki kimi Azərbaycanın yanında olmağa davam edəcək. Qazaxıstanın Xarici İşlər Naziri Yermek Koşerbayev də Ceyhun Bayramovla telefon danışığında bu hücumlardan dərin narahatlığını ifadə edib, vəziyyətin daha da gərginləşməyəcəyinə ümidvar olduğunu bildirib. Həmçinin Gürcüstanın Xarici İşlər Naziri Maka Boçaraşvili zəng edərək baş vermiş hadisə ilə bağlı narahatlığını ifadə edib və regionda sabitliyin və təhlükəsizliyin qorunmasının vacibliyini qeyd edib. Eyni zamanda Özbəkistanın Xarici İşlər Naziri Bəxtiyar Saidov Ceyhun Bayramovla telefon danışığını şərh edərkən bəyan edib ki, ölkəsi İranın Naxçıvana zərbələr qəbul edilməz hesab edir. Həmçinin Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Old sosial şəbəkə hesabında bildirib ki, İranın Naxçıvana zərbə endirməsi tamamilə qəbul edilməzdir. Səfir vurğulayıb ki, Böyük Britaniya Azərbaycanın təhlükəsizliyini təhdid edən istənilən hərəkəti qətiyyətlə pisləyir. Fransanın Azərbaycandakı səfiri Sophie Lagut da sosial şəbəkə hesabında bildirib ki, İranın Naxçıvana həyata keçirdiyi dron hücumları Azərbaycanın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı qəbul edilməz addımdır. Qətər Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda isə bildirilib ki, belə düşmənçilik hərəkətləri təhlükəli eskalasiya və dövlətlərin suverenliyinin kobud şəkildə pozulması, eləcə də regionun təhlükəsizliyi və sabitliyinə birbaşa təhdiddir. Həmçinin İordaniya Xarici İşlər Nazirliyinin bəyanatında ölkənin suverenliyinin və Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin qorunması üçün Bakının addımlarını dəstəklədiyi qeyd edilib. Küveytin Xarici İşlər Nazirliyi də öz növbəsində bəyanat yayaraq sözügedən hadisəni pisləyib. Bəyanatda deyilir ki, bu hadisə beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatı nizamnaməsinin açıq şəkildə pozulmasıdır. İranın Naxçıvana hücumlarına reaksiya verərək onu pisləyən ölkələr sırasında Moldova da yer alır. Amerika-İsrail İctimai Əlaqələr Komitəsi də bəyanat yayaraq hadisəni pisləyib. Sənəddə deyilir ki, Amerika Birləşmiş Ştatları və İsrailin böyük müttəfiqi olan Azərbaycanın İranın hücumu ilə üzləşdiyi bir vaxtda onun yanındadılar. Ukraynanın Bakıdakı səfirliyi də məsələyə münasibət bildirərək qlobal təhlükəsizliyi sarsıdan rejimlərə qarşı mübarizəni gücləndirmək üçün hamını birləşməyə çağırıb.